Salam, bugün sizinlə xəritə sualının izahına baxaq. 20-ci əsrin ikinci 10 illiyində monarxiya idarə üsulunun devrildiyi dövlətləri müəyyən edirik. İlk öncə nəzər salaq ki, 20-ci əsrin ikinci 10 illiyi deyəndə bizdən hansı dövrü istəyir? İkinci 10 illik 1911-1920-ci illəri əhatə edir. Daha sonra isə xəritəyə baxdıqda bizə rəqəmlərlə verilən ərazilərin hara olduğunu müəyyənləşdirir. Bunun üçün 1 Fransa, 2 İspaniya, 3 İngiltərə, 4 Rusiya, 5 isə Almaniyadır. Daha sonra tarixi biliklərimizə əsasən biz müəyyənləşdirək ki, bu dövr aralığında, yəni 20-ci əsrin ikinci 10 illiyində 1911-20-ci illəri aralığında hansı ərazilərdə çevrilişlər baş verir, hansı dövlətlərdə çevrilişlər olubdur. Bunlardan birini biz Rusiya olaraq götürürük. 1917-ci ilin fevral ayında baş verən çevriliş nəticəsində Rusiyada monarxiya devrilir. Romanovlar sülaləsi hakimiyyətdən gedir. Onun yerində isə iki hakimiyyətli yaranır. Fəhlə kəndli deputatlar soveti və müvəqqəti hökumət. Birinci cavabımız oldu Rusiya. Digərinə baxsaq, digəri isə Almaniyadır. Almaniya 1918-ci ilin noyabr ayında Çin limanında baş verən çevriliş bütün ölkə ərazisini bürüyərək inqilabla nəticələnir. Və bu inqilabın da, noyabr ayında baş verən inqilabın da qarşısında iki məqsəd var idi. Bir, monarxiyanı devirmək, iki, demokratik əsaslarla respublika yaratmaq. Və inqilab nəhayət 1918-ci ilin noyabrın 9-da qələbə çalaraq Almaniyada monarxiyanı devirir və ilk dəfə Almaniya respublika elan olunur. Deməli, bizim ikinci sualımızda 20-ci əsrin ikinci 10 illiyində monarxiyanın devrildiyi dövlətləri dedikdə 4 Rusiya, 5 isə Almaniya olduğunu görürük. Hər kəsə uğurlar.